Dövr sistem cədvəlindən müəyyən hissə verilib, yəni kiçik dövrlərdən bir hissə verilib. X-in sıra nömrəsi 6 olarsa, Z-in dövr sistem cədvəlində yerini, Y-in minimum və maksimum oxşaşma dərəcələrinin cəmini hesablayın. X-in sıra nömrəsi 6-dırsa, sağa doğru bir 7, 8, Z-imiz də olacaq 9. Yəni Z 9 da olacaq 2S2, 2P5. Burada Z-in dövr sistemində yeri olacaq ikinci dövrdür və 7A. Gəldik Y-ə. Alt alta 8 fərq eləyir. Bura 8 isə Y-imiz olacaq 16. Y 16 olduğuna görə 3S2, 3P4'dür. Bu yerləşir 6A-da. 6A'ların minimum -2 bilirik, maksimumu -6. Bunların da cəmi -4.